Arzu Ada, Veşirka Ximilli. 4 gün idi ki, bu kəndin nicliyi yox idi. Kənddə bir uğultu, bir qaqaç var idi ki, necə zəlzələdən öncə uğultu olur, ha, bax elə. Hamı bir-birinə şübhə ilə baxırdı. Çünki kənddə gələn deputat kimin nə sürpriz hazırladığını heç kim bir-birinə demirdi. Kofiyə çəkməsinlər deyə. Hamı kreativ nəsə planlayırdı. Bir-birindən soruşmağa cəsarət də etmirdilər. Məlikin çayxanasında oturanlar da deputatın gəlişinə dair nəsə danışmırdılar. Danışsaydılar, gərək gələn deputatı itlə qovaydılar. Bu kəndə od vuraydılar. Danışmırdılar. Çünki hamı telefonun, diktafonun limitsiz səs yeri qayıtda idi. Kənddə tək şeytan, Məlik şeytanlıq etmirdi ki, çoxu şeytana iş buraxmamışdı. Həm də kimsə kiməsə teo verməzdi bu kənddə. Kənd bir-birinə tər verər, sir verməzdi. Deputatı hərə öz qanacağına görə qarşılamağa hazırlaşırdı. Mümkün qədər ancaq irəli. Kimi əlində bir dəstə həyat bacadan yoluşturduğu çiçəklə gedib kəndin girəcəyində durmağı planlayır. Kimi deputatın gələn yoluna Naxçıvanın ucuz bazarından ulduzcuq, şıq-şıq parıldayan lentacıqlar səpməyi, kimi də deputatın böyük pannosunu, şəklini rəssam Əliyə 5 manata sifarişini vermişdi. Qaz gələn yerdə toyuq əsirgəməzlər. Zat kimi, yəni rəssam Əli də nə rəssamı idi, adamın başı yerinə qarpız rəsmi çəkirdi. Mikail Engello sayağı. Kəddirdə daha ağıllarına nə gələsi idi ki, planlar çəkilmişdi. Cıqqı Ximilin qardaşı Vəli də kiçik oğluna dəst qəstum almışdı. Yaşasın bizim humanist deputatımız yazdırdığı plakatı oğlunun əlinə verib deputatın qabağına itələməyi planlayırdı. Ximilli də qardaşının bu fikrinə əla, yaxşı desə də gedib evində arvadına danışıb gülüşmüşdülər. Əlqərəz kəndin 1000 əhalisi, 1001 kələyi var idi. Neynəsinləri? Birinin torpağın sənədini ala bilmir. Nağı qonşusu şərəfə satdığı inəyin pulunu istəyir. Şərəf vermir. Səfər inəyin 2 ildir doğumunu bəhanə gətirir. Pulu verməkdən imtina edir. Kimi də oğlunu kömrüyə salmağa fürsət gəzirdi. Budur Allah rast salıb deputatı onların kəndlərinə göndərmişdi. Fürsət bu, fürsət idi. Gecikdin ha, bir də ümid qalır gələn 5 illiyə. Bu işlərə tək biganə görünən Cıqqı Ximilli idi ki, boynunun yarısı göydə idi, yarısı yerdə, yəni torpağın altında. Havanın isti keçməyi Ximilliyə gözəl bir teo vermişdi ki, səbrimizi basıb oxusanız, biləcəksiniz hansı teodur. Sədrin tapşırığı ilə eşşək qazlarını küçədən yığışdıran kimi, darvazaların dəmirinə gül şəkli, göyərçin şəkli çəkən kim, kəndin qəbrəstanlığını təmizləyən kim, yox, nə qəbrəstanlıq. Çayçıların da işləri başlarından aşırdı. 1000 ilin yuyulmayan rəngi getmiş klyonkalarını dəyişən kim, stəkan ziri nəlbəkini hamama aparıb çimizdirən kim. Ayıbdır, bəlkə isti havadır, deputatın ürəyi çay çəkdi. Hamı bir qayğı ilə səhəri iplə çəkirdi. Nə isə kənd nə belə təmtəraq görmüşdü, nə belə qonaq. Nəhayət Allah belə istədi. Həmən gün gəlib çatdı. Belə isti olardı. Göydən alov yağırdı. Allah
Bu nə müsibət idi, bu kənd düşmüşdü. Vəlişin əlindəki şıx-şıx torbaları ilə durmaqdan ayağına qara su gəlmişdi az qala. Neyləsin? Oğlu 3 il idi ki, avara-avara kəndi ölçürdü. Deputata dərdinə əlac istəməli idi ya yox? Yolun əks tərəfində əlində iri portret duran uşağa ata nəzarət edirdi. Ağzı nə idi ki, yerindən qımıldansın? Deputata verəcəyi ərizə sol cibində ürəyinin üstündə idi. Tərpənə bilməzdi. Çünki deputat maşından düşüb oğlunun başına əl çəkən kimi bu ərizəni onun cibinə soxacaqdı və sair və ilaxır. Budur, uzaqdan kortej eşliyində qara maşın, ardınca da qara-qara maşınlar göründü. Allah, Kurtlar Vadisi yalan idi bu təmtərağın yanında. Belə səhnəni ancaq kinolarda görən kənd adamları Smirna duruşuna keçdilər. Maşınlar kəndin girəcəyində adamları saymayıb, vıyıltı ilə onları toza verib keçdi. Deputat burada dayanmadı. Neçəsinin planı suya düşdü. Amma hələ ümid var idi. Hamı kolxoz həyətinə doğru hərəkətə keçdi. Tünlükdə əzilən kim, əzən kim. Əşi, boş ver, bu yolda ölmək belə şərəfdir. Nəhayət kəndin kolxoz həyətin deyilən yerdə maşınlar durdu. İsti yandırıb yaxırdı yenə. Maşından düşən deputat xala xətrin qalmasın deyə əli ilə hamını salamladıqdan sonra keçdi əsas məsələyə. Əzizlərim, bilirsiniz deməyə ehtiyac yoxdur ki, bu son çatan 5 il ərzində mən sizinlə birlikdə olmuşam. Sizin mənə verdiyiniz mandat hesabına Cümeyra adalarında 2 villa, İtaliyada suyun içində olan 3 bina, Bakıda, Naxçıvanda böyük marketləri parket kimi yan-yana düzmüşəm. Hava istidir, bu siyahını səhərəcən uzatmaq olar. Buna görə sizə necə minnətdarlıq etsəm azdır. İndi sizə yenə işim düşüb. Məni bir daha seçin ki, əskik qalan bir neçə planımı həyata keçirim. Sizin hər bir dərdinizə bundan sonra da şərik çıxmağıma söz verirəm. İndi qərar sizin, mənim əziz qardaşlarım. Məndən sizin dərdinizə yaxşı bələd olan kimsə varsa, deyin mənim əziz həmkəndlilərim, əziz qardaşlarım. Son sözünü deyəndə biraz kövrəldi də deputat qardaş. Xemilla oyaq tərpənib əlində tutduğu salfeti deputata uzatdı. Dədən ölsün Xemilla. Qarşı tərəf yoxdur ilə cavab verdi. Deputat bu təzahüratı doğrusu elə də gözləmədiyindən qarşısındakı kütləyə baxıb yalansa demək istədi, demədi. Son anda nə fikirləşdisə sözünü uddu, təxirə saldı. Əminəm, öndəki seçkilərdə də məni bu yerə layiq biləcəksiniz. Hərarətli çıxışdanmı, ya istinin təsirindənmi vəcdə gəlib əynindəki kostyumu soyunan anda cıqqı deputatın pencəyini əlindən alıb yanında gətirdiyi veşirkaya saldı. Pencəyin üstünə düşən tükü də dəfələrlə üfürməyi ehmal etmədi. Güya şoğarıb tük yapışmışdı pencəyin çiyninə. Deputat son sözlərinə yekun vurub, üzünü hələ də pencəyin boyu bərabəri əlində saxlayan Xemilliyə tutub yavaş səslə: "Vətəndaş qardaşım, nə problemin, istəyin var, eşidirəm." Sanki istək və arzu tək bu cıqqı Xemilliyə məxsus idi.
Deputat o yekəlikdə Bakıdan elə məhz bu Ximilli üçün bura qədər gəlmişdi. Asta deyilən bu kəlmə ən yüksək səslə deyilən sözdən də uzaqlara getdi. Ximilli cibindən kiçik bir kağız çıxarıb veşirkadan asılan pencəyin cibinə dürtdü. Deputat gəldiyi kimi də bir addımlığında dayanan maşınına minib gözdən itdi. Kənd yandı, töküldü. Panno əllərində, əricələr ciblərdə, şaxşax kağızlar lentləri səpilməmiş qaldı. Bir kreativ düşüncə taxta veşirka bütün ağıllardan önə keçmişdi. O gündən Ximillinin adı Veşirka Ximilli qalsa da, Ximillinin heç nə vecinə də deyildi. Aldığını almışdı. Bir aydan sonra kəndin girəcəyində mağaza tikdi. Mağazasının adı da fikri kimi kreativ idi. Veşirka, avtoboy mağaza. Qapısına da bu sözləri yazıb vurmağı unutmadı. Nisiyə mal verilmir, üz vurmayın. Bu hadisə baş verdiyi hansı kətdə? Onu deməyəcəyəm. Çünki biraz qohumluğumuz filan da çatır Ximilliyə. Qorxuram axı.